qardaşına tikilən evi muzey eləyən bizim qarşımda yerləşən Polad qardaşımızın qardaşı Fuad müəllim bu günlərim, Hacı Fuad bu günlərim iştirak edir. O da xoş gəlib, günlərim öz mübarək qədəmləri ilə oğul və atası da elə bir insan deyil. Mən onların mehmanəmi ilə, onların evlərinə gedəndə orada bütün şəhidlərimizin hamısının şəkilləri var, bütün rayonlarımızda. İndi bizim bu tədbirimizə gəlib deyib, mən istərdim ki, elə Fuad qardaşımızla. Bu gün mən, qardaşımız ananın sənnətən dəyişimlə özünə gəlməyi, özümə bir qürur bildim. Ananın yanına, balaların yanına. Bugün bizim üçün bir gözəl gündür ki, belə qardaşlarımıza, belə şəhidlərimizə borçluyum. Bizim borcumuz ki, hər bir ananın, hər bir şəhidin huzuruna getmək. Mən şəxs borcum kimi bir qürur verirəm. Mənim üçün Polad nətərcə bütün şəhidlər elədi. Həmişə deyirəm ki, şəhidlər mənim üçün uca bir zirvət. Öz anamı nətər görürəmsə, bütün anaları ataları görürəm. Bugün də burada sənin sayədə, sən minnətlərəm, sağ ol, sən iştirak etdin. Sənin gözəl qəlbin var ki, sən paylaşım etsən, sən paylaşımıza baxıraq, özünün işdən çıxa bilmirəm, işimlə əlaqədar. Eldikcə hər bir tədbirə getmək, hər bir tədbirə olmaq mənə bir qürurdur, fəxrdir. Bugün də burada anar qardaşımızın timsalında bütün şəhidlərimizə Allah rəhmət etsin deyirəm. Allah şad olsun. Anaya, ataya baş sağlığı verirəm. Bugün də burada qürurla iştirak etmək mənim üçün bir uca zirvədir. Sağ ol, təşəkkür ederim. Hər zaman, hər vaxt deyirəm ki, bizim üçün şəhidlər eyni qüvvə, eyni bir güc, eyni bir əmaldır. Ona görə də hər bir atanın qarşısına başlayalım. Var olsun deyirəm. Sağ ol, sağ ol. Təşəkkür edirəm sənədəki bu günlərim işini, Borcumdur. tədbirini qoyub gəlmişəm bura. Mənim üçün böyük şərafət, ən böyük mənim üçün qürur, borc, iş budur. Sağ ol, qardaş. Təşəkkür edirəm.